Salam, mən Zəkər İbrahimov, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini. İmtahanla bağlı çox saylı sualları nəzərə alaraq belə bir video paylaşmaq istədik. Belə ki, liseydə qəbul imtahanı nə zaman təşkil ediləcək? Bəli, artıq bu tarix bəllidir. 1 iyul 2026-cı il tarixində elə burada liseyimizdə 2026-2027-ci tədris ilinin 8-ci və 9-cu siniflərinə qəbul olmaq istəyən şagirdlər üçün qəbul imtahanı keçiriləcək. Və verilən vaxt ərzində qeydiyyatdan keçən şagirdlərin valideynləri 29-30 iyun tarixində liseyə yaxınlaşaraq buraxılış vərəqlərini əldə edirlər və 1 iyul tarixində imtahana şagirdlər həmin buraxılış vərəqləri əsasında göndəriləcəklər. Və bunu da qeyd edim ki, liseyin digər siniflərinə qeydiyyat və imtahan nəzərdə tutulmayıb. İmtahanda hansı fənlərdən suallar düşəcək? Bu fənlər də bəllidir təbii ki. 8-ci siniflər üçün tədris dili və riyaziyyat fənləri isə 9-cu siniflərdə qruplara görə dəyişir və bu fənlər və fənlərdəki sual sayda, saytda və eyni zamanda digər sosial media hesablarımızda elan edilir. Növbəti suallardan biri budur ki, liseyə qəbul olmaq üçün minimal bal neçədir? Çox təəssüflər olsun ki, bunu indidən deyə bilmirik. Bu imtahan bitdikdən sonra bəlli olur. Belə ki, bizim götürə biləcəyimiz şagird sayı maksimum neçədirsə, ən sonuncu şagirdin balı, minimal bal hesab edilmiş olur. Bu 8-ci siniflərdə başqa, 9-cu siniflərdə başqa və eyni zamanda Azərbaycan bölməsindən başqa, Rus bölməsindən başqa və eyni zamanda da qruplara görə də dəyişə bilər. Sözsüz ki, birinci qrupda başqa, ikinci qrupda başqa ola bilər. Bunların hər biri isə imtahandan sonra dəqiq bilinəcək. Ümid edirəm ki, bu sualların cavabı sizə faydalı gələcək. Hər birinizə uğurlar.